Sumqayıtda çimərlikdə fotoreportaj edən reportyor gördüklərindən sonra rahatlıq nə olduğunu unudub, belə ki, şəklini çəkdiyi şəxsə yaxınlaşarkən hədə-qorxu ilə üzləşib. Adam içində bu şəxsin niyə belə etdiyini, hədə-qorxu ilə danışdığının səbəblərini izləyib bilməyənlər, yaxşısı budur əməkdaşımız Nərmin Adilqızının süjetinə baxsın və açıq qalan suallara cavablar tapsın. Sumqayıtda dəniz kənarında oturarkən onun şəklini çəkən şəxsə qarşı hədə-qorxu gələn ağa bugün adam içində verilişinin qonağı olub. Studiyaya gələn Ağa Məmmədov fotoreportyoru həyatdan köçən bir neçə məşhur şəxsi təqlid edərək qorxutduğunu etiraf edib. Elə bizimlə söhbətdə də bu kimi halların özündən asılı olmadan baş verdiyini dedi. İnanın ki, mən özümdə olmuram elə bir vəziyyətdə. Oturan halıdır, o rind halıdır, rind aləmidir. O mənlik deyil. Ola bilər ki, hansı bir vəziyyətdə əlimlə hərəkət eləmişəm, onu da bilin ki, onu mən yox, mənim bədənimdəkilər edib. Yəni, qeyri-adi varlıqlar, qeyri-qüvvələr. 10 ildən çoxdur ki, özündə qeyri-adi halları müşahidə edən müsahibim, hətta şəkildəki ruha bənzər görüntünün də ondan qaynaqlandığına bizi inandırmağa çalışdı. Mənə bəzi qüvvələr var ki, bəzi suallar cavab verməyə həqiqətən qoymurlar. Bu sonradan məndə problemlər yaradır. Qaldı, hörmət olaraq cavab verirəm, şəkildəki varlıqlar elə bir varlığıdır ki, onun indi kimi elimdə açıqlaması yoxdur. Sadəcə cavab məndədir. Ağa şiir yazdığını, hətta musiqi belə bəslədiyini bildirdi. Bizə verdiyi müsahibəsini isə iç xəbər verilişində efirə gedəcəyini öyrənincə bədahətən şiir deməyə başladı. Gecə çıxdım ki, gəzim, mən şəhərin aləmini və ki, seyr eylədim bu iç xəbərin aləmini. Mən gecə gündüzü vəsf etmədə ikən, ey dost, pis xəbər vəsf elədi məndəki bu dəqiqələri. Nə deyirik? Tək ki sözünüz bitməsin, insanları qorxutmaqdansa könülləri oxşamaq daha məqsədə uyğundur.